Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə Pythonda funksiyalardan danışacağıq. Qeyd edim ki, lövhənin bu tərəfini kod yazmaq üçün istifadə edəcəyik. Digər tərəf isə bizim RAM pəncərəmizdir. Yəni yazdığımız kodların nəticələrini digər tərəfdə görəcəyik. Əvvəla danışacağıq Pythonda funksiyaların təyin edilməsindən, bir növ deyəcəyik funksiyaların yaradılmasından. Daha sonra videonun sonuna yaxın bir neçə hazır funksiyalardan danışıb yekunlaşdıracağıq. Gəlin başlayaq. Deyirik ki, Pythonda funksiya təyin edən zaman def açar sözündən istifadə edirik. Yazıram def. Daha sonra təyin edəcəyim funksiyanın adını yazıram. Tutaq ki, f olsun funksiyanın adı. Və daha sonra mötərizə açıb bağlayıram. İndi parametr anlayışından bir qədər sonra danışacağıq. Hələlik sadəcə f deyə bir funksiya təyin etdim və heç bir parametr almır. Deyirəm ki, bu funksiya nə iş görsün? Tutaq ki, funksiya daxilində a deyə bir dəyərim var, dəyişənim var. Və dəyəri tutaq ki 4-dür və b deyə bir dəyişənim də olsun, qiyməti olsun 3. Və sonda yazıram ki, print a plus b. Funksiyanın deməli görəcəyi iş nədən ibarətdir? Funksiyam a və b dəyişənlərinin qiymətlərini toplayıb ekrana çap edir. Amma hal-hazırda kodu icra eləsəm, heç bir qiymət ekrana çap olunmayacaq. Bunun səbəbi də ondan ibarətdir ki, mən bu funksiyanı sadəcə təyin etmişəm, istifadə etməmişəm. Funksiyanı istifadə etmək üçün, başqa cür desək, funksiyanı çağırmaq üçün sadəcə ana sətrimizdə həmin funksiyanın adını yazacaq. Yazıram f. Daha sonra mötərizə açdım, bağladım. İndi, əgər kodu icra etsək, kodu run etsək, bu sətr sayəsində, burada yazdığımız kod sayəsində gəlir bu funksiyanı çağırır və burada funksiyamız işə düşmüş olur. Funksiyamız işə düşdüyü anda nə edir? A və B dəyərlərini, A və B dəyişənlərinin dəyərlərini cəmləyir və ekrana 7 qiyməti çap olunur. Diqqətli olaq, funksiyanı təyin etdiyimiz zaman bunu yazmasam, heç bir nəticə, belə deyək, ekrana çap olunmur. Nə vaxt ekrana qiymət çap oluna bilər və yaxud nə vaxt funksiya işə düşə bilər? Həmin funksiyanı çağırdığımız anda. Həmin funksiyanı çağırdığımız anda. Və funksiyanı da necə çağırırıq? Sadəcə funksiyanın adını yazaraq. İndi yazmaq istəyirəm ki, bu a və b dəyişənlərinin dəyərləri bizim funksiyamıza parametr olaraq ötürülsün. Yəni nə deyəcəm? Deyəcəm ki, yenə gəl funksiya təyin edək. Yazıram def, tutaq ki, f olsun, yəni funksiyamızın adı. Və deyirəm ki, bu funksiya 2 dənə parametr qəbul edəcək. Birinin adını a qoyuram, tutaq ki, birinin adını b qoyuram. Bu a və b dəyişənləri funksiyanın qəbul edəcəyi parametrləri özündə saxlayacaq. Və daha sonra mən artıq funksiya daxilində yaza bilərəm ki, print tutaq ki, a plus b. İndi bu zaman mən funksiyanı təyin etdim və funksiyanı çağıran zaman ona 2 dənə parametr verəcəm, 2 dənə qiymət verəcəm. İndi vacib deyil bu qiymətlər integer olsun. Sözsüz ki, ikisi də string də ola bilər və yaxud list tipdən də ola bilər. Deyirəm ki, f funksiyasını çağıraq və parametr olaraq 3 və 4 qiymətlərini göndərək. Bu zaman kodu icra etsək, a dəyişəninin özündə saxlayacağı qiymət olacaq 3, b dəyişəninin özündə saxlayacağı qiymət olacaq 4. Və nəticədə 3 və 4-ün cəmi ekrana çap olunmuş olacaq. Yəni ekrana çap olunacaq qiymət olacaq 7. Diqqətli olaq, burada qeyd etdiyimiz parametrlər uyğun olaraq funksiyanı çağıranda verdiyimiz qiymətləri alır. Növbəti isə davam edəcək default parametr anlayışı ilə. Default parametr anlayışı nə deməkdir? Funksiyanı təyin edən zaman bəzi dəyişənlərə default qiymət verəcəyik, ilkin qiymət verəcəyik. Və həmin dəyişənlərə funksiyanı çağıran zaman qiymət versək də, verməsək də funksiyamız error vermədən işləmiş olacaq. Yəni nə demək istəyirik? Qısaca yazaq. Deyirəm ki, yenə bir funksiya təyin edək, olsun funksiyanın adı f və deyirəm 2 dənə dəyər qəbul edəcək. Və deyirəm ki, ilk qəbul edəcəyi dəyərin default qiyməti olsun, tutaq ki 5. İkinci qəbul edəcəyi dəyərin, bu da b olsun, default qiyməti olsun 2. İndi diqqətli olaq. Funksiyanı təyin etdim və dedim ki, 2 dənə parametr alır.
Və sonda print yazanda ki, A vuraq B, tutaq ki. İndi diqqətli olaq. Mən yenə bu funksiyanı çağıranda, nə deyəcəm? F bu formada bir şey deyəcəm və nəticədə ekrana çap olunacaq olan qiymət olacaq 10. Və deməli nədir? 10 və 5, daha doğrusu 2 və 5 dəyərlərini bir-birinə vurdu. A və B dəyişənlərinin hasilini ekrana çap etmiş oldu. İndi diqqətli olaq. Mən burada gəlib yazsam ki, F tutaq ki 3. Bu zaman yəni funksiyanı çağırdım və ilkin belə deyək, parametr olaraq 3 verdim. İlk parametr olaraq. Bu 3 dəyəri A dəyişənində saxlanılacaq. B-nin qiyməti isə 2 olaraq qalacaq. Yəni ekrana çap olunacaq olan dəyər olacaq 6. Diqqətli olaq. A dəyişəninin default qiyməti 5-dir. Nə deməkdir bu? A dəyişəninə əgər biz heç bir qiymət verməsək, parametr olaraq, heç bir parametr ötürməsək f funksiyasına, onda A dəyişəninin qiyməti elə 5 olaraq qalacaq. Amma mən hər hansısa bir parametr ötürsəm, tutaq ki 3 parametrini ötürdüm, bu zaman A dəyişəninin qiyməti olacaq 3. Və eyni şəkildə, gəlin buradan belə yazaq, yenə f funksiyasını çağırıram və 4, 6 qiymətlərini parametr olaraq göndərirəm. Bu zaman A dəyişəninin qiyməti olacaq 4, B dəyişəninin qiyməti isə olacaq 6. Yəni bunlara mən default qiymət vermişəm 5 və 2. Yəni ilkin dəyərləri bunlardır, 5 və 2-dir. Biz əgər heç bir parametr ötürməsək funksiyaya, bu ilkin dəyərlərdən istifadə edərək işləyəcək funksiyamız. Amma hər hansısa bir parametr ötürsəm, sözsüz ki, həmin ötürdüyüm qiymətləri, funksiyaya göndərdiyim həmin qiymətləri dəyişənlər özündə saxlamış olacaq. Yəni nəticə etibarilə axırıncı sətirdə yazdığımız koddan sonra ekrana çap olunacaq olan qiymət olacaq 24. Yəni 4 və 6-nın hasili. Buna deyirik default parametr. Biz bundan əslində bu anlayışdan printdən danışanda danışmışdıq. Demişdik ki, print funksiyasının daxilində separate və end parametrləri var. Hansı ki, default qiymət olaraq separate'in default qiyməti boşluq idi. Yəni elementlərin arasına boşluq qoyurdu. Amma biz separate'in qiymətini dəyişə bilirdik. Və yaxud end'in default qiyməti /n idi, yəni enter idi aşağı sətrə düşmək üçün. Biz yenə bunu dəyişə bilirdik. Burada da yenə bu A və B dəyişənlərinin default qiymətləri verilib bizə və biz bu qiymətləri bu formada dəyişə bilirik. Deməli, belə deyək, xırda bir şey də vurğulayım ki, biz əgər funksiya daxilində, belə yazaq, funksiya daxilində təyin edəcəyimiz parametrlərdən yalnız birinə tutaq ki, default qiymət vermək istəyiriksə, bu seçdiyimiz axırıncı parametr olmalıdır. Əks halda error verər. Yəni nə nəzərdə tuturuq? A, B və C parametrləri alacaq bir funksiyan var və bunlardan yalnız birinə default qiymət verdiyimiz halda məcburi axırıncısına default qiymət verək. Əks halda bu errora səbəb olar. Yəni tutaq ki, mən C-yə yox, A-ya default olaraq 3 desəm, B və C olduğu kimi qalsa bu errora səbəb olacaq funksiyanı çağırdığımız halda. Və yaxud 2 dənəsinə tutaq ki, default qiymət vermək istəyirəm. Bu yenə sondan ikisi olmalıdır. Yəni B və C olmalıdır. Bunu da vurğulamaq lazım idi. İndi isə danışacağıq funksiyaya istənilən sayda parametr ötürmək üçün necə bir kod yazmalı olduğumuzdan və bir funksiyanı digər bir funksiyaya parametr kimi ötürməkdir. Gəlin danışaq. Deyirəm ki, ilkin olaraq belə bir funksiyam olsun. Deyirəm ki, def k və bu k funksiyam ədədin kvadratını tapıb ekrana çap eləsin. Deyirəm ki, a deyə bir parametri qəbul edir və sonra print edir a parametrini qəbul edəcək dəyərin kvadratını. Yəni a vuraq, tutaq ki, a da yaza bilərik. Kvadratını ekrana çap eləsin. Bu mənim hələlik birinci funksiyam olsun. Bunu birazdan istifadə edəcəyik. İkinci funksiyam isə deyirəm def, bunun da adı olsun f funksiyası və deyirəm ki, bu funksiya müəyyən qədər belə deyək, qiymət qəbul edəcək, amma
müəyyən qədər parametr qəbul edəcəm, amma mən bu parametrləri sayını bilmirəm. Onda nə edirəm? Yazıram bura ulduz. Daha sonra yazıram dəyişənin adını. Yəni parametr olaraq ötürəcəyim dəyərləri hansı dəyişəndə saxlamaq istəyirəm, onun adını yazıram. Tutaq ki, adını qoyuram nams. İndi ədədlər daxil ediləcəyini fərz edərəkdən adını nams qoydum. İndi burada isə deyəcəm ki, tutaq ki, bir bütün qiymətləri ekrana çap edəsin. Yəni yazıram for tutaq ki, s in nums və yazıram print tutaq ki, s. Bu oldu mənim f funksiyam və indi funksiyanı çağıran zaman nə edəcəm? Yazıram ki, f və mötərizə açıb daxil edəcəm müəyyən parametrlər. Qeyd edim ki, istədiyimiz sayda, mümkün olan sayda parametr verə bilərik. Yazıram tutaq ki, 1, 3, 5, 7. Bunu müəyyən qədər davam etdirə bilərəm. Və bu funksiyanı, bu kodu icra etdiyimiz zaman ekrana heç olunacaq olan nəticələr olacaq ardıcıl olaraq 1, 3, 5, 7. Bu formada. Yəni bunu belə deyək, istədiyimiz qədər davam etdirə bilərik. Əgər daxil olunacaq parametrlərin sayını bilmiriksə, bu formada bir kod yazaraq belə deyək, bunu ifadə edə bilərik. Bu danışacağımız birinci başlıq idi. İndi keçək digərinə. Nə dedik? Funksiyaya parametr kimi ötürülən funksiyalardan. Deyirəm ki, indi yenə bu f funksiyası qalsın. İstənilən qədər belə deyək, parametr qəbul edəsin. Amma bir dənə də əlavə parametr olaraq deyəcəm ki, f funksiyası bir dənə əlavə parametr olaraq hər hansısa bir ikinci bir funksiya alsın. Bunu da adını qoyaq, tutaq ki, y. Nə elədim? Deyirəm, birinci əlavə bir başqa parametr olacaq. Daha sonra daxil olunacaq parametrlər isə istənilən sayda ola bilər. İndi bu zaman kodumuzda müəyyən dəyişikliklər aparaq. İndi isə diqqətli olaq. Deyirəm ki, əgər y-i funksiya olaraq fərz edəsəm, yenə deyirəm, s dəyişəni namsın içindəki bütün dəyərləri oxusun. Yəni, s dəyişəni namsın içindəki bütün qiymətləri alsın və hər bir qiymətə y funksiyasını tətbiq etsin. Nə yazıram? ys. Diqqətli olaq, y funksiyasını çağırdım və s-i parametr olaraq ötürdüm. Bu, bütün belə deyək, namsın elementləri üçün icra olunacaq və sonda kodumu icra eləmək üçün yazıram ki, f funksiyasını çağıraq və buna parametr olaraq birinci k funksiyasını ötürək. Və növbəti parametrlərimiz də belə deyək, olsun 2, 4, 6 və tutaq ki, 8, 3 yazdım, olsun 3. İndi diqqətli olaq, kodu icra eləsək, ekranda əks olunacaq olan nəticə olacaq bu formada. Baxaq, əvvəla k funksiyasını tətbiq edəcək 2-yə, yəni ekran çap olunacaq 4. Daha sonra k funksiyasını tətbiq edəcək 4-ə, ekrana 16 çap olunacaq. Daha sonra 36 və daha sonra 9 qiymətləri ekrana çap olunmuş olacaq. Yəni, nə elədi? K funksiyasını parametr olaraq ötürdü. Bunu y dəyişənində saxladı. Artıq y və k belə deyək, eyni işi görən funksiyalar oldu bir növ. Daha sonra digər parametrləri ötürdük və bunu namsda saxladı. Qeyd edim ki, burada namsın tipi tuple'dur. Daxil edədiyimiz bütün bu qiymətlər namsda, yəni bu tuple'da saxlanılacaq və biz tuple'ın içində gəzdikcə bütün qiymətlərə y funksiyasını, yəni burada gördüyümüz funksiyanı tətbiq etmiş olduq. Nəticə etibarilə hər bir qiymətin kvadratı ekrana əks olunmuş oldu. Deməli, bizim bura kimi danışdığımız funksiyalar geriyə dəyər qaytarmayan funksiyalar idi. Belə deyək, funksiyaların iki növü olur, geriyə dəyər qaytaran və geriyə dəyər qaytarmayan. İndi bu nə deməkdir? Belə deyək,
Fərz edək ki, bizim kofe hazırlayan bir aparatımız var və biz bu aparata su və kofe əlavə etdikdən sonra düyməsinə basırıq. Nəticə etibarilə belə deyək, aparat işə düşdükdən sonra kofe hazırlayıb bizə verir. Yəni bizə kofeni hazır formada geri qaytarır. Geri qaytardığı halda biz nə etməliyik? Sözsüz ki, kofeni hər hansısa bir dəyişəndə saxlamalıyıq, hər hansısa bir fincanda saxlamalıyıq. Buna deyirik geriyə dəyər qaytarmaq. Amma bəzi funksiyalar da var ki, geriyə dəyər qaytarmır. Bura kimi danışdıqlarımız bu funksiyalar idi. İndi isə danışacağıq geriyə dəyər qaytaran funksiyalardan. Nə deməkdir bu? Deyirəm ki, yenə eyni növ funksiyalardan davam edəcək. Yazdım def. Yenə olsun funksiyanın adı f. Deyirəm a və b parametrləri qəbul edəcək və geriyə qaytaracaq. Yəni return yazırıq bunun üçün. Geriyə qaytaracaq həmin parametrlərin cəmini. Yəni nə deyirəm? Tutaq ki, a plus b-ni geriyə qaytarsın. Nəticə etibarilə belə deyək, əgər mən bu formada bir şey yazsam, f bu zaman kodu icra etdiyim zaman heç nə baş verməyəcək. Niyə? Çünki belə deyək, funksiya işə düşdü. A oldu 3, B oldu 4. Bunları cəmlədi və bizə geriyə qaytardı. Elə bil ki, kofe hazırladım və aparat kofeni mənə qaytaran vaxt heç bir dəyişəndə saxlamadım bunu. Yəni kofeni heç bir fincana belə deyək, qəbul etmədim. Bu zaman nəticə etibarilə əlimdə heç nə olmayacaq. Amma əgər yazsam ki, C dəyişəninə mənimsət f 3, 4 diqqətli olaq. Bu zaman C dəyişəninin qiyməti olacaq 7. Yəni f funksiyasını çağırdım, 3-ü və 4-ü parametr olaraq göndərdim. Bu da funksiyada mənə bunların cəmini geri qaytardı və mən bunu mənimsətdim C dəyişəninə. Və nəticə etibarilə sonda yaza bilərəm ki, print tutaq ki, print C. Onda ekrana 7 qiyməti əks olunmuş olar. Kodu icra etdiyimizdən sonra. Deməli, geriyə dəyər qaytarmaq nə oldu? Deyirəm ki, bu funksiya A və B parametrləri qəbul edir. A-nı və B-ni cəmlədikdən sonra geriyə qaytarır. Yəni bizə verir. Bizə verdikdən sonra mən bunu mənimsədirəm hər hansısa bir dəyişənə və sonra həmin dəyişəndən istifadə edə bilərəm. Amma bu formada yazdığımız halda bunun bir mənası olmur. İndi isə gəlin rekursiya anlayışından danışaq. Deməli, rekursiya nədir? Biz deyirik ki, funksiyanın daxilində öz-özünə müraciət etməsi rekursiya adlanır. Yəni, bunu nümunə üçün, belə deyək, faktorialı tapan bir kod yazaraq göstərə bilərik. Məncə, bu daha anlaşılan olar. Deyirəm ki, f deyə bir funksiyam olsun. Və bu funksiyanın bir dənə dəyər qəbul edəsin. Həmin ədədin faktorialını tapmaq üçün nə deyəcəm? Faktorial nədir? Birdən enə kimi ədədlərin hasılı. Düzmü? Deyirəm ki, əgər n-in qiyməti birdən kiçik olsa və yaxud 1-ə bərabər olsa, bu zaman return 1. Niyə yazdım bunu? Əgər belə deyək, n-in qiyməti 1 olsa, yəni 1 faktorial tapmaq istəsə, bunun üçün heç bir hesablama aparmağıma ehtiyac yoxdur. 1 faktorial 1-dir. Və yaxud 0 daxil etsə, hansı ki, problem yaşamamaq üçün bunu xüsusi olaraq qeyd etməliyik. Deyirəm ki, əgər 0 daxil edəsə, yenə return edəsin 1. Çünki 0 faktorial 1-ə bərabərdir. Və əgər bu şərt ödəməsə, yazacağım ki, return. İndi diqqətli olaq. Faktorial hesablayan zaman, tutaq ki, 4 faktorialı hesablamaq istəyirəm. 4-ü vururam 3-ə, 10 vururam 2-yə, 10 da vururam 1-ə. Düzdürmü? Yazıram ki, return elə n vuraq. Yenə f funksiyasını çağırıram və parametr olaraq n-dən bir vahid aşağı bir qiymət göndərirəm. Yəni, diqqətli olaq, nə yazdıq? Tutaq ki, n-imiz 5 idisə, 5 faktorialı axtarırdımsa, 5 vuraq f4. Düzdürmü? 4-ü növbət dəfə parametr kimi göndərdim.
Və F4'ü hesablayan zaman nə edəcək? N olacaq 4. Yenə ifin şərti ödənməyəcək. Gələcək bura 4 vuraq 4 minus 1, yəni F3. İndi bunu bir qədər sonra ağac çəkərək göstərəcəm. Və diqqətli olaq. Bu funksiyanı çağırıram aşağıda. Deyirəm ki, F funksiyasını çağır. Və hansısa bir dəyişənə mənimsədirəm. Tutaq ki, elə fn deyə bir dəyişənim olsun. Buna mənimsədim f funksiyasını və parametr olaraq da göndərirəm 5. İndi diqqətli olaq. Diqqətli olaq. Və yer gəlmişkən qeyd edeyim ki, funksiya daxilində return bir dəfə işləyir. Return bir dəfə işləyir. Yəni, istənilən bir funksiya yalnız daxilindəki returnlərdən birini işlədə bilir. Başqa cür desək, funksiya bizə yalnız bir qiymət qaytarır. İndi nə deyirik? Nə deyirik? Kodu icra edərsə, ekrana əks olunacaq olan nəticə olacaq 120. Və bu 120 necə yaranır? Diqqətli olaq. F5-in qiymətini hesablamaq istəyirəm, düzdürmü? Yəni, bunu burada göstəreyim. Deyirəm ki, F5-i hesablamaq istəyirəm. F5-in qiyməti nədir? F5-i belə deyə tapmaq istəyəndə ekrana F5-in qiyməti F5-in qiyməti nədir? Daha doğrusu F5-i funksiyanı çağırıb 5-i parametr olaraq göndərsəm, diqqətli olaq. Ifin şərti ödənməyəcək N5 olduğu halda. Gələcək return edəcək 5 vuraq. 5 vuraq. 5 vuraq nə? F5 minus 1, yəni F4. F4. İndi diqqətli olaq. F4'ü tapmaq istəsən bəs. Bu dəfə n oldu 4. Ifin şərti ödənmir. Gəldim bura. F4'ün qiyməti olacaq deməli nə? 4 vuraq F3. Bunu da qeyd edək. 4 vuraq F3. İndi diqqətli olaq. Yenə F3'ün qiymətini tapmaq istəsəm, yenə ifin şərti ödənməyəcək. Bu da olacaq 3 vuraq F2. Bunu da bu formada göstərim. 3 vuraq F2. Və nəhayət F2-nin qiymətini tapmaq istədiyimizdə F2-nin qiyməti olacaq 2 vuraq F1. Düzdürmü? Düzdürmü? Baxaq. 2 vuraq F1. İndi mən F1'in qiymətini bilirəm. F1'i tapmaq istədiyimiz halda n-in qiyməti olur 1 və ifin şərti ödəndiyi üçün return edir 1. Deməli, bunun qiyməti nədir? Bunun qiyməti nədir? 1'dir. Əgər bunun qiyməti 1'dirsə, bunlar ikisi bir-birinə vurulur. F2'nin qiyməti də olur 2. Düzdürmü? F2'nin qiyməti 2'dirsə, 2'ni 3'ə vuranda F3'ün qiymətini tapıram. Onda F3'ün qiyməti olur. F3'ün qiyməti olur 6. F4'ün qiyməti 4 vuraq F3'dür. Əgər bu 6'dırsa 4 vuraq F3 bizə verər belə deyək, F4'ün qiymətini, yəni 24. F4'ün qiyməti 24'dürsə F5 dediyimiz bir şey 5 vuraq F4 idi. Bu da olacaq deməli nə? 120. Bu belə deyək, rekursiv formada işləyən bir koda nümunə idi. Yəni biz fikir verin, funksiya daxilində həmin funksiyaya müraciət elədik. Funksiya daxilində həmin funksiyanı çağırdıq. Buna proqramlaşdırmada rekursiya deyirlər. İndi isə davam edək bəzi hazır funksiyalardan. Birinci funksiyamız olsun sorted funksiyası. Sorted funksiyası. Rahat olsun deyə elə hamısını bir sətirdə yazmağa çalışacağım. Yazıram ki print diqqətli olaq. Sorted və bu funksiyaya parametr olaraq bir iterable göndərməliyəm. Funksiyaya iterable olaraq göndərəcəyim belə deyək, dəyərləri sort edəcək, yəni kiçikdən böyüyə düzəcək. Artan sırayla düzəcək. Bildiyimiz siyahılarda bildiyimiz sort metodunun gördüyü işlə eynidir, amma sorted hər hansısa bir xüsusi bir tip tələb eləmir. Yəni list metodu və list metodu deyil belə deyək.
Biz buna string də ötürə bilərik, tuple da ötürə bilərik, siyahı da ötürə bilərik parametr olaraq. Verəcəyimiz iterable-u nəticə etibarilə kiçikdən böyüyə düzəcək iterable-un elementlərini. Yəni tutaq ki, mən buna string ötürsəm, deyirəm ki, stringim olsun 3 3 6 1 və tutaq ki, bu da olsun tutaq ki 4. İndi diqqətli olaq, nəticə etibarilə sorted funksiyası. Iterable-u kiçikdən böyüyə düzüb hər hansı bizə bir obyekt qaytaracaq. Və mən bu obyekti əgər rahat görmək istəyirəmsə, onda deyəcəm ki, gəl bunu çevirək siyahıya. Listə çevirək. Listə çevirək ki, bu obyekti normal list formasında görə bilək. Və listə çevirəndən sonra qarşısına ulduz qoyuram ki, aralarında boşluq simvolu olmaqla görə bilim elementləri. Nəticə etibarilə belə deyək, print mötərizəsində bağladıq. Kodu icra eləsəm ekrana əks olunacaq olan nəticə olacaq 1, 3, 4 və 6. 1, 3, 4 və 6. Bu sorted funksiyasının görəcəyi işdir. Növbəti danışırıq reversed funksiyasından. Yenə eyni cür yazıram. Print. Deyirəm ki, alınan nəticəni listə çevirərik və bu formada çap edərək ki, rahat görək. Reversed funksiyası da yenə sorted-dan bənzər formada iterable-u obyekt olaraq qəbul edir. Yəni yazıram reversed və iterable verirəm. Tutaq ki, gəl elə eynisini verək. 3, 6, 1, 4. Və nəticə etibarilə kodu icra eləsəm, elementlər tərs sırayla ekrana çap olunacaq. Yəni, ardıcıllıq tərsinə çevriləcək. Olacaq nə? 4, 4, daha sonra 1, daha sonra 6, daha sonra 3. 4, 1, 6 və 3. Reverse funksiyası da yenə bizə hər hansısa bir reverse funksiyası da bizə bir obyekt qaytarır və həmin obyekti listə çevirib ekrana çap etdik. Daha sonra danışa bilərik len funksiyasından. Yazıram ki, print len tutaq ki, yenə bir iterable ötürməliyəm len funksiyasına ki, deyəcək ki, len funksiyası iterable-un elementlərinin sayını bizə verir. Iterable-un elementlərinin sayını bizə return edir bir növ. Və parametr olaraq ötürürəm 3, 6, 1, 4. Yəni, eyni iterable ötürürəm ki, beynimiz çox da yorulmasın. İndi bu length sözündən gəlir, yəni uzunluğu tapır bir növ. Ekrana əks olunacaq olan nəticə olacaq 4. Həqiqətən də bu iterable-un belə deyək, uzunluğu 4-ə bərabərdir. Daha sonra absolute funksiyasından danışa bilərik. Yazıram print abs yazıram. Qısaca abs yazılır. Absolute sözünün qısaltmasıdır. Mütləq qiyməti tapır. Yəni mən buna mənfi bir qiymət versəm, ekrana əks olunacaq olan nəticə olacaq həmin parametrin mütləq qiyməti. Yəni yenə ekrana 4 əks olunacaq. Bu da absolute metodunun, absolute funksiyasının gördüyü işdir. Daha sonra qeyd edə bilərik sum funksiyasını. Yazıram ki, tutaq ki, print sum. Yenə sum funksiyasına parametr olaraq iterable verməliyik. Amma diqqətli olaq, həmin iterable-un elementləri ədəd tipində olmalıdır. Yəni ya float ya da integer tipdən olsa funksiyamız normal formada işləyər. Deyirəm ki, 1, 2, 3 elementlərinə sahib biz siyahını parametr olaraq göndərək və kodu icra etdiyimizdə nəticədə bunların cəmini tapmış olacaq və bizə cəmi return elədikdən sonra biz nə elədik? Cəmi ekrana çap etdik. Daha sonra pov funksiyasından danışa bilərik. Print yazıram pov
Və pol funksiyası 3 dənə dəyər ala bilir. Birinci aldığı dəyər, tutaq ki, yazıram 5. İkinci aldığı dəyər 2 olsun. Üçüncü dəyəri də indi qeyd edəcəyik. Deyirəm ki, 5 üstü 2-ni tapsın. Tutaq ki, üçüncü dəyəri verməsəm ekrana 25 çap olunmuş olar. Yəni 5-in qüvvətinə 2 yazdı, elədi 25. 5 üstü 2-ni tapır. Üçüncü verəcəyim dəyəri isə modulus prosesini tətbiq edəcək dəyərdə. Tutaq ki, yazıram 4. Nə edəcək? 5-i kvadrata yüksəldib, daha sonra 4-ü ona modulus prosesi ilə tətbiq edəcək. Yəni bunu bu formada göstərə bilərik. Deyirəm ki, 5 üstü 2-yə 4-ü faizlə tətbiq edək. Yəni bu eyni prosesdir. Nəticə etibarilə 5 üstü 2 25 edir. 25-i 4-ə böləndə alınan qalıq isə biz bu ifadənin arxa planda gördüyük ki, əvvəlki dərslərimizdə danışmışdıq. 25-i 4-ə böləndə alınan qalıq da olacaq 1. Və ekrana 1 qiyməti əks olunmuş olacaq. Bu da pol funksiyasının gördüyü işdir. Daha sonra belə deyək, type funksiyasından danışa bilərik. Yazıram print. Tutaq ki, type və funksiyaya parametr olaraq tutaq ki, nə göndərək? Yazıram, hər hansı bir string yazaq, A hərfi, A simvolunu göndərirəm. Və indi diqqətli olaq, nəticə etibarilə A simvolunun tipi ekranda əks olunmuş olacaq, amma bu formada. Bu formada ekrana əks olunmuş olacaq. Yəni, həqiqətən də A simvolu string tipdən idi. Davam edək. Və nəhayət, map funksiyasından da danışıb videomuzu yekunlaşdıraq. Deyirəm ki, gəlin kodu yazım, sonra nə iş gördüyünü izah edək. Deyirəm ki, ls deyə bir dəyişənim var və buna mənimsədirəm qiymət olaraq map. Deyirik ki, birinci verəcəyimiz dəyər funksiya olmalıdır. Birinci ötürəcəyimiz parametr funksiya olmalıdır. Yazıram tutaq ki, int. Və ikinci verəcəyimiz dəyər isə iterable olmalıdır. Və mən tutaq ki, bir siyahı ötürürəm buna. Amma siyahının elementləri gəlin olsun stringlər. 3, tutaq ki, sonra olsun 4 və sonra da olsun tutaq ki, 5. Belə bir siyahını parametr olaraq ötürdüm. Deyirəm ki, map funksiyası necə işləyir? Map funksiyası parametr olaraq ötürdüyümüz iterable'ın elementlərinə bir ilk parametr olaraq ötürdüyümüz funksiyanı tətbiq edir. Və nəticədə bizə bir map obyekti qaytarır. Və mən bu obyekti deyirəm ki, gəl siyahıya çevirək. Listə çevirək. Bu zaman bütün elementlərə int funksiyasını tətbiq edəcək. Nəticə etibarilə, əgər ls-in qiymətini ekrana çap etmək istəsəm, yazsam ki, print, tutaq ki, dırnaqda yazıram, daha doğrusu, ulduz şərti qoymağını yazıram, ls. Bu zaman ls-in, hətta gəlin bunu daha rahat başa düşmək üçün, gəlin belə bir şey yazaq. Sum ls deyirəm. Yəni, sum funksiyası nə edirdi? Iterable elementlərini cəmləyirdi, düzdürmü? Deyirəm, ls-in elementlərini cəmlə. Normalda burada gördüyümüz elementlər string tipdəndir. Bu zaman sum işləməyəcəkdir. Amma mən nə dedim? Dedim ki, map funksiyası hamısını çevirsin integer'a. Yəni, int funksiyasını bir-bir bunlara tətbiq edəsin. Nəticə etibarilə hamısının dəyəri olacaq integer və alınan obyekti çevirirəm siyahıya və həmin siyahının elementlərini deyirəm cəmləsin. Nəticə etibarilə ekrana qiymət olaraq 12 əks olunmuş olacaq. İndi burada bir şey vurğulamaq istəyirəm. Biz dərslər boyu konstruktor anlayışından danışmamışıq deyə mən həm konstruktorlara, həm də funksiyalara elə
Bütövlükdə funksiya deyirəm. Halbuki intdir, mapdir, bunlar konstruktorlardır və yaxud built-in functionlardır deyə bilərik. Amma ümumi anlayış olaraq hamısına funksiya deyərək, belə deyək, dərs boyu danışıram. Bunu da vurğulamaq istədim. Gəldik deməli videomuzun sonuna. Funksiyalar haqqında bilməli olduqlarınız hələlik bunlar idi. Videonu izlədiyiniz üçün sağ olun.